Deməli, bir nəfər də qumarbaz bizə müraciət elədi. Nəsə danışdıq ora-bura, gəldi. Özü də öz şəxsi avtomobili ilə gəldi, girdi reabilitasiyaya. Elə bir həddə çatıb ki, ölüm həddinə kimi çatıb. Bir neçə gündən sonra valideyn bizə telefon açdı ki, istəyirəm evladımın maşını mənə etibarnamə versin maşınla. Sonradan bəlli oldu ki, necədir? Yəni maşının 25 min, 30 min qiyməti var. 5 min, 6 minə maşın qoyulub girov harasa. Avtomatda, yəni həmin o maşının sahibi bu deyil, başqa insandır. Yəni o girov qaytarılmayacaq. Yəni notariusda, notariat qaydada qanuni şəkildə insan öz avtomobilini 5 min, 6 minə görə verib kiməsə. Sualtı gedən qumarbazlar hansı ki, elə bilirlər ki, bunlar tutuzduracaq, partladacaqlar jackpotu. Amma elə deyil də, yəni gedib hansısa bir dükandan dəyəri 2000 manatlıq telefon götürüb aparıb onu 1000 manata satıb başında qurub quraşdırırsan ki, mən gecə bir dənə aviatorda, nə bilim, XBet-də, nə bilim, Mosbet-də udacam, həm gedib 2000 nədir? 4000-lik telefon alacam, nə bilim, borclarımı bağlayacam. Bu həmin bu qardaş kimi hansı ki, bunun 30 minlik aparıb maşını 5 minə nə idi? Bu əmin idi. Yəni bu 100% əmin idi ki, bu 5 mindən tutuzduracaq. 30 min nədir? Öz başında elə qurub quraşdırmışdı ki, illüziyanı. O bizdə kommentlər yazan var. Ey qardaş, mən ağıllı oynayıram, nə edirəm? Ağıllı oynayanlar. Bu da başında, bu da özünü ağıllı sayır, o da tupoydur. Ali təhsil, yəni dövlət qurumlarında işləyir, hər şey qaydasındadır. Yəni bu da özündə tutuzdururdu ki, yəni da mən 5 minə partladacam, gedib maşını da zalogdan çıxardacam, müəyyən miqdarda borclarım var, onları da həll edəcəm. Özünüz də yazıqsınız, valideynlər yazıqdır. Adam bir dənə toyuq böyüdür, toyuq saxlayır qapıda. Gəlir müəyyən, gəlir onu pişik aparır, it aparır, tülkü aparır, adam yanıb tökür. Siz təsəvvür edin ki, valideyn sizi böyüdüb 25, 30, 40 yaşa gətirib çatdırıb, hansısa o knopkaya görə, hansısa bir nə bilim illüziya qurursan ki, mən partladacam, udacam, belə eləyəcəm. Boşda, yəni vozduq, hava ilə sən gör nələrsə əldə eləyəsən, axırda ölümlə nəticə. Valideyn də yazıqdır, özünüz də yazıqsınız.